Salam əleykum. Mən deməli Akstafa rayon Həsənsu kənd sakini Vəlizadə Səfər Vəkiloğlu. Həsənsu kəndində biraz özümə məxsus olan qalan yerləri hardasa bir 10-12 hektar arendaya götürdüyüm yerlərə yonca taxıl səpmişəm. Bax, bizim kəndimizin deməli su cuharı Mustafayev Arif Mirzağoğlu məndən hektarına 30 manat pul istəyirdi suyu verməyə. Mən də dedim gücüm çatmır, 20 manatdan verərəm. Su vermədi mənə. Deməli, keçən payızdan bəri mənim yerlərimə su dəyməyib. Bax, yerlərim bu sifata düşübdür. Yanıb gedir, yoncam budur. Bütün 8 hektar yoncamdır. Hardasa 7 hektar nə qədəmdir da 8 hektara yaxın. İpilusda bir 10-12 hektar da taxıl səpmişəm, arendaya götürüb. Arendanın da hektarını 300 manata götürmüşəm kənddən, hektarına 300 manat pul ödəyirəm. Bugünkü gündə də mən arendalarımı verəmirəm. Toxumu zad almışam, toxumçuluğa toxumun pulunu verəmirəm. Bax, taxılım bu sıfatda piçmədim heç. Bax, bu mənim taxıl sahəmdir. Piçməmişəm. Bax, taxıl sahəm bu sıfatda. Nə birinci, nə ikinci suyu dəymədiyinə görə bax, bu sıfata düşübdür mənim taxılım. Deyirəm, niyə su vermirsən? Deyir, yaxşı eləyirəm. 30 manatdan pulunu verərdim, sulayardım. Ged arxınızadı, deyir, təmizlət, gətir pulunu da ver. Gəl əmini deyir, gör. Ondan sonra su verim, sula. Deyirəm, bunu mən nətər eləyim, kimə deyim? Deyir ki, kimə deyirsən, deyir. Mənim yerlərim bax, bu sıfatdadır. Budur, bax. Bax, təkdə tükdə taxıl çıxıb elə-belə, orada, burada. Bax, piçdirməmişəm, eləcənə də qalıbdır. Eləcə, bax, yoncam da bu sıfatdadır. Budur, bax, taxıl yanıb beləcənə kömürə dönüb gedibdir. Yoncalar da onu kimi. Bilmirəm, mən bu devlətdə dərdimi kimə deyim, bilmirəm. Bax, bu sıfata salıbdır mənim yerlərimi. Bugünkü gündə də yer yiyələri gəlib qapımı kəstirir ki, gətir arendamı ver. 3000-dən çox arendaya pul verməliyəm, verəmirəm. Taxıl toxumunu aldım, biraz borcum qalmışdı, onu verməliydim. Dedim, taxıl piçib verəcəm. Bugünkü gün onu da verə bilmirəm. Bax, bu sıfata salıb. Bax, mənim yerlərim, bax, bax, bu günə qoyubdur mənim yerlərimi. Buna bax, saf sarı saralıb. Camaat 3-cü biçimi biçir. Buna bax, 2-ci biçimdir. Heç 2-ci biçimim heç qalxmayıb. Bax, 1-ci biçim eləcənə Allah umuduna, yağış umuduna qalxdı. 2-ci biçimim heç nə də qalxıb eləmədi. Bax, bu da mənim taxılımdır. Bu günləri də avqustun 1-idir. Gəlib girmişəm yerimi. Bax, çəkirəm. Bura kombayn salmağa da heç bir ehtiyac yox idi ki, bura kombayn salasan. Çünki eləcənə taxıl qalxmadı. Bax, bu vəziyyətdə oldu mənim taxılım. Devlətdən xahiş edirəm, köməkdarlıq eləsin. Mənim bu təzminatımı ödəsinlər. Mustafayev Arif Mirzağoğlu mənim yerlərimi bu sıfata saldı. Akstafa rayonunun Həsənsu kəndində. Su vermədi, yerlərimi yandırdı, bax, bu sıfata sal. Bugünkü gündə də mən əziyyət çəkirəm. Qaçıb evimdən gizlənirəm ki, arendatorlar pul istəyir. Mən verə bilmirəm, utanıram cəmaatın qabağına çıxmağa.